Hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün sizə çaşır bitkisinin faydalarından və turşunun hazırlanmasını sizinlə bölüşəcəm. Əgər sizin üçün də maraqlısa, videomu sona qədər izləyib abunə olub bəyənməyi unutmayın. Çaşır bitkisinin çox böyük faydaları var. Təzyiqi olan insanlara, şəkərli diabet xəstələri üçün, həzm üçün, hətta qan xərçəngi olan xəstələrdə bu bitkidən istifadə edə bilirlər. Bunun üçün də əgər siz də bilmirsinizsə, çaşır bitkisindən alıb faydalana bilərsiniz. Mən bu günlər turşusunu hazırladım. Çaşır bitkisini elə təmizləməsi bir damcı da olsa onu göy qalmamalıdır. Yəni buna bir növü şüyüd göyərçisinə oxşuyur. Tərtəmiz təmizləyəndən sonra ağ hissədən, yəni kötüyün ağ hissəsini bir balaca qayçı ilə kəsib hamısını bu cür təmizlədim. Bitkinin üzərindəki yaşıllıq təmiz olmasa, turşuda həm acılıq verə bilər, həm də turşunun tez xarab olmasında çox böyük ziyanı var. Bunun üçün bu cür mən mətbəx qayçısından tərtəmiz təmizlədim. Çaşır bitkisi təmizlənən ki, mən bir böyük qazanda ocağın üzərinə su qoydum qaynamağa, çünki bunlar pörtləməlidir. Və onu da deyim ki, mən hansı körpə idi, ayrı dəstələrə bağlayırdım. Biraz ki, bərki idi, əlimdə baxırdım, onu da başqa bir dəstələrə bağlayırdım. Çünki körpəni tez çıxardırdım, biraz bərk olanları bir balaca qaynar suda çox saxlayırdım. Artıq hazır oldu və mən dəstələyib bağladım sap vasitəsilə. İstəsəniz açıq da tökə bilər. Mən bu cür etdim, çox səliqəli alındı. Artıq suyumuz qaynamışdı və mən çaşırları suya əlavə etdim. Onu da deyim, kənarda, ləyənlərdə su qoydum mən. Bir çıxardandan sonra budur, su vasitəsilə onları tərtəmiz yuyub və 2 gün suda saxladım. 2 gün müddətində mən sularını da tez-tez dəyişirdim. Vaxtınızı çox almayacağım. Artıq çaşırlarımızın acılığı getmişdi, tam hazır oldu. Arpa bitkisindən istifadə etmək lazımdır. Arpa bitkisini də tərtəmiz yudum mən kənarda. Mən 3 kiloluq balonlara yerləşdirdim. 3 kiloluq balonlara yerləşdirən müddətində orta hissəsində 2 xörək qaşığı arpa, bir də tam dolandan sonra başından, yəni balonun başından 1 xörək qaşığı yeni arpa əlavə edəcəm. 3 xörək qaşığı duz, 1 xörək qaşığı da şəkər tozundan istifadə etdim. Yadınızda qalsın, 3 xörək qaşığı duz, 1 xörək qaşığı da şəkər tozu əlavə etdim. Bəzən alça turşusu da istifadə edirlər, limon da istifadə edirlər, ancaq mən istifadə etmədim. Çünki onun öz dadı, öz iyisi olmalıdır. Artıq balonlarımız hazır olandan sonra mən vaxtınızı çox almadım. Balonlarımız tam hazır oldu, doldu. Üzərindən yenə soyuq su töküb ağızlarını bağlayıb bir həftə ərzində sərin bir yerdə saxladım. Bir həftədən sonra artıq çaşırımız hazır oldu. Allaha əmanət olun. Allah hər kəsin ruhsini bol bərəkətli eləsin. Göz haqqınızı halal edin. Hər birinizə öz təşəkkürümü bildirirəm.